Axırıncı dəfə dedik ki, tələbləri yığdıq, prioritetləşdirdik, səs verdik, qərar verdik və s. Gəldik, çatdıq dokumentasiya yazma hissəsinə. Mən burada misal olaraq qoymuşam bunu ki, texniki documentation, API-ların documentationu bu şəkildə yazılır. Yəni, metodun adı nədir, yəni nəyə xidmət eləyir description-ı, request, response. İndi bu terminlər sizə biraz yad gələcək. Çünki biz bunu detallı önümüzdəki dərslərdə dərin şəkildə keçəcəyik üstündən. Biz indi üzdən baxırıq ki, dokumentasiya şəklində belə yazıb veririk ki, yəni texniki API-nin dokumentasiyasını indiyə qədər gəldiyimiz hissələrdən çıxardıb yazacağıq. Texniki dokumentasiyanın şərtlər bir neçə cür olur. Dokumentasiyada biz hər bir şərti qeyd edirik. Bu API-nin yazılması üçün də bir tələbdir. Məsələn, yazırıq ki, şərt məbləğ sıfırdan böyükdür. Action nədir? Ödəniş icra olunur. Məbləğ sıfırdan kiçikdir. Error qaytarılır. Loan status aktivdir, yəni kreditin statusu davam edir. Kreditin statusu aktiv deyilsə, ödəniş bloklanır. Müştəri mövcuddur, proses davam edir. Müştəri tapılmadı, error verir. Görürsünüz, dokumentasiyadır bu da. Yəni, sistemin göstərəcəyi davranışları bir cədvələ salıb yazmışıq. Bu da çox önəmli bir hissədir. Dokumentasiyada biz bunu da yazacağıq həmişə ki, sistemin göstərdiyi davranışa görə biz onun nə hərəkət eləyəcəyini göstəririk. Dedik, BRD, FRD, NFRD-dən danışdıq keçən dəfə. Yadınızdadsa tapşırıq da vermişik. Amma hələ ki istəmirəm sizdən o tapşırığı. Çünki bazar günü bir dənə köhnə qalan tapşırıqları, borclarımızı verək. Ondan sonra gələn həftədən bunlara keçərik. Buna da keçən dəfə baxmışdıq. İndi baxmayacağım. Documentation analysis. Bir dəqiqə. Deməli, bizim bu indiyə qədər tələblərin yığılması, analiz edilməsi, toplanması, elicitation, analiz, documentation mərhələlərimizdən biz belə bir dokumentasiya çıxardacağıq. Görürsünüz, yazılıb burada PDF-də. Bu bir nümunədir. Nümunəyə baxaq. Deməli, nə deyir? Bu, hansısa bir userin tələblərinin documentation'dır ki, inventor management sistem üçün. Inventar, yəni belə də bankda da olur inventarlar, alqı-satqı ilə alınan bir şeylərdir. Görürsünüz, necə yazıb? Yazıb birinci revision history yazıb, yəni tarixi yazıb. Ondan sonra distributorların listini yazıb. Daha sonra sample content yazıb. Table of contents. Sənəddə bizim işimiz ITBA olaraq sənəd yazmaqdır. Mən sizə bunu göstərirəm. Prosta tanış olun ki, sənədlər belə də olur. Table of contents. Bax, burada qeyd eləyir ki, hansı nə səhifədədir. Kontentləri biz də yazacağıq. Hal-hazırda bunun istifadə eləyirlər Confluence-dan. Jira'nın başqa bir növüdür. Bu daha belə iri bir şəkildə olan bir webdir. Hansı ki, burada biz dokumentasiyalar yazırıq və bunun funksionallıqları daha çox Word-ə oxşuyur. Elə bir ki, Word-ü web-ə çeviriblər. Biz orada dokumentimizi yazırıq. Sonra Word-ü PDF-ə də çevirə bilərsiniz, göndərə bilərsiniz arasa. Dokumentlərin yazılmağının müxtəlif üsulları var. Bizim bunun öyrənməkdə məqsədimiz odur ki, vahid bir şəkildə analizimizi yekunlaşdırıb axırda dokument yazıb vermək. Görürsünüz, introduction, giriş, məqsədi, bu şablondur.
Project background, proyektin indiyə qədər keçdiyi hisslər, business objectives, yadınızdadır keçmişdik, business need assessment, business dəyərinin müəyyənləşdirilməsini, sonra proyektin skopu, yəni proyekt nəyi, haranı əhatə eləyir, onu göstərir. Proyektin obyektivləri, yəni dəyərləri nədir? Sonra identified risks, görürsüz riskləri qeyd eləyib. Deməli, istifadəçi tələbi dokumentində birinci hissə biznes dəyərləri ehtiva edir. İkinci hissə riskləri, assumptions və constraints, yəni riskləri və fərziyyələri əhatə edir. Bayaq dedik biz, tutalım ki, keçən dəfə demişdik bunu, ki fərziyyələr var. Yəni biz bu layihəni götürürük, analiz eləyirik. PO deyir ki, bunu belə eləmə, belə elə, tez çıxartsın. Biz amma öz gördüyümüz riski qeyd eləyirik sənədimizdə ki, PO məndən dedi ki, tez çıxsın, amma mənim bu risklərim, gördüyüm risklər var. Bu tələbimiz, bu bizim fərziyyəmizi yazırıq. Yəni buna görə də bu ola bilər. Bunu yazırıq, qeyd eləyirik. Amma bizdən stakeholder deyir ki, yox, bunu verməlisən. Biz onu verməliyik. Amma sənədimizdə qeyd eləyəcəyik risklərini ki, bu riskləri görürəm. Bunu eləyirəm, analiz eləmişəm, amma bu risklər də ola bilər. Bu bir növ bizim özümüzü zəmanət, özümüzü elə deyim ki, qorumaya almağımızdır da, belə deyim, zəmanətimizdir. Daha sonra constraintlərimizi yazırıq, yəni prosesə nə istisnalar ola bilər, nələr ola bilər, hamısını qeyd eləyirik orada. Nə kimi risklər ola bilər? Məsəl üçün, deyirik ki, kredit flowsunda deyir ki, tez çıxardın, məsəl üçün, üz tanımanı və s. Biz də deyirik ki, tez çıxardanda üz tanınmada olan bəzi hissələr var ki, onu yoxlamamış çıxar bilərik. O da deyir ki, yox, test eləməyin, çıxardın. Biz də onu risk kimi yazırıq ki, filan hissə test olunmamış çıxdığına görə orada filan problemlər yarana bilər. Üz tanınmaya keçməyə bilər və s. və gördüyümüz riskləri oraya qeyd eləməliyik. Risk deyəndə onda elə ki, istifadə etdiyimiz tətbiqlə bağlı riskləri deyirik. Bəli. Biznes riski deyirik biz ona. Biznesə aid risk. Biznesə aid risk, itkilər baş vermə, məsələn, nə qədər itki baş verə bilər buna görə. Bunu data analitiklə və ya biznes analitiklə danışa bilərik. O bizə rəqəmləri deyə bilər, biz dokumentasiyamıza qeyd eləyə bilərik. Description of proposed inventory management system. Burada da yazıb description-ını. Bunun haqqında yazıb ki, bax bu sistem bundan ibarətdir. Burada flowlarını çəkib, indi bu günləri flowunu keçəcəyik biz. Sample content-lə görürsüz, göstərib burada. User role, görürsüz, burada ssenariləri yazıb. User role, hər bir userin nə işə baxdığını cədvəl kimi yazıb. Daha sonra gələcək biznes prosesi yazıb. Biznes prosesləri biz yadınızdadır, bunlar keçmişdik. BRD, FRD, NFRD yadınızdadır. Kimin yadındadır? Business requirement. Funksional. Funksional, non-funksional. Görürsüz, bu da işarələyib business requirementlərini. Ondan sonra use case diaqramını çəkib ki, kim nədən istifadə eləyəcək. Diaqramı da çəkir. Daha sonra burada göstərir BPM-in, yəni prosesin axın flow chartını. Ondan sonra göstərir burada yeni, belə deyim, user requirement dokumentin əsasında gələcək necə olacaq? Yəni to be aziz kimi yazıb burada bunu. Daha sonra hər bir business requirement'in ayrıca açıqlamasını yazıb burada. Ki nə olanda nə olacaq. Sonra görürsüz funksional requirementləri də yazıb. Non-functionları da yazıb və gəlib çatıb görək hara. Audit Control Security Requirements. Bax, bu da bir requirement növüdür. Biz vacib deyil bu. Amma kimlərsə dokumentində yaza bilər ki, audit, yəni tələbə görə dəyişir.
Ona zaten biz təyin eləməyib, bizə deyəcəklər. Biz onu copy paste edib dokumentimizə yapışdıracağıq. System security-dir, requirements yenə yazıb tələbləri. Görürsüz, yəni sənəd belə olur. Yəni bu tipli sənədi biz yazmağı keçdiyimiz dərslərlə öyrənəcəyik. Axırda yəni bizim belə deyim ITBA olmağımızı təsdiq edən bu sənədi yaza bilməyimizdir. Əgər biz professional ITBA isə biz bu tipli sənəd yaza biləcəyik. Daha sonra data requirements table-dır. Yəni hansı dəyişən, hansı bazadadır yerləşir onu yazırıq. Referenslər, istinadlar, biz hansı sənədə istinad eləmişik, axırda onu yazırıq. Yəni belə bir dokumentə yaradıb ərsəyə gətiririk. Bu indiyə qədər keçdiklərimiz və keçəcəklərimizdən bir yerdə. Yəni hamısı bunun üçündür. BPMN var. BPMN-lər gördüyünüz kimi bu formada olur. Detallı indi bugünkü dərsimizdə keçəcəyik. Üstdən baxırıq buna. Mən burada bir BPMN hazırlamışam. Hansı ki sığorta hadisəsinin qeydiyyatı ilə bağlı mobil appə tətbiqə hadisə məlumatlarının daxil edilməsi. Bax bu sxem görürsüz axın belə gedir. Buna flowchart deyirlər. Baxın, mən qeyd eləmişəm ki, proses başlayır. İkinci etapda tətbiqi hadisə məlumatlarını daxil edirik. Foto və sxem əlavə edirik. Hər iki tərəfin sənədləri identifikasiya edilir. Tərəflərin sənədləri sima vasitəsilə imzalanır. Error baş verir. Sənədlər çap edilir. Yaş imza ilə ənənəvi qaydada davam edilir. Çox üzr istəyirəm. Bir saniyə gözləyin. Sima vasitəsilə imzalanır. Error baş verir. Error baş verəndə bu hissəyə sənədlər çap edilir. Yaş imza ilə ənənəvi qayda davam edir. Baş verməsə protokol yaranır. Protokolun sığorta şirkətinə göndərilir. Status izlənməsi pəncərəsinin bütün tərəflər üçün yaradılır. Bunu üstdən keçdik. Bu da DB diaqramlarıdır. Yəni bunu da biz yaradacağıq. Yəni hansı bazada hansı ID, unique ID görürsüz burada var database-də. Hansı digər table-ın dəyişəninə bağlıdırsa, biz burada axını göstəririk. Yəni buradan baxıb developer biləcək ki, hansı dəyişəni, hansı fieldi haradan götürməlidir və onu götürərək hara çıxa bilər. Görürsüz burada da əlaqələrini göstərmişik. Gəldik tələblərin arasında əlaqələrin qurulması, prosesin izlənməsi, həllin qiymətləndirilməsinə. Traceability and monitoring. Traceability və monitoring tələblərin və dəyişikliklərin izlənilməsi və monitoring olunmasıdır. Yəni biz prosesi işlədik, gətirdik, yazdıq, yaratdıq, sonra axırda monitoring də eləməliyik ki, görə sistem bizə nə göstərir. Bu tələblərin təsdiqlənməsini və idarə olunmasını, onlara edilən dəyişikliklərin təsirin qiymətləndirilməsinə kömək edir. Yəni, monitoring etməyimiz axırda biz prosesi işləyib bitirəndən sonra bizə kömək edir ki, dəyişiklikləri qiymətləndirək. Yəni, görək ki, bizim etdiyimiz nəsə düymədir, hər nədirsə, hər nə dəyişiklikdirsə, görək necə təsir edir. İstifadəçilər hansı düymədən daha çox istifadə edirlər? İstifadəçilər günün hansı saatında daha çox girirlər? İstifadəçi daha çox hansı errorla qarşılaşır? Ola bilər də bugla çıxa bilər proses. Mükəmməl olmaya bilər. Tələblərin başlanğıcdan sona qədər izlənməsidir traceability. Yəni, başda nə tələblər qoyulubsa, axırda proses icraya veriləndə də o tələbləri yoxlamalıyıq ki, görək düz işləyirmi. Hər tələbin mənbəyi və əlaqələri məlum olmalıdır. Yəni, kim tərəfindən bu tələb olunub, bu məlum olmalıdır. Tələb Future User Story test əlaqəsi qurulmalıdır. Yəni, Jira'da da bu izləyə bilirliyi biz görməliyik ki, kim harada nə işlə məşğuldur, task hardadır. Yəni, Jira'nın nə üçündür? Jira əslində izləyə bilmək üçündür ki, kimin taskı hardadır. Yoxsa elə hamı qıraqda bir-birinə öz-özünə işləyər, gedər də. Jira'da baxırlar ki, task hardadır, hamı görə bilir. Məqsəd heç bir tələb itməsin deyədir. Yəni, axırda başda qoyduqları tələbi axırda yoxlamalıdırlar.
ki, itməsin. Monitoring nədir? İzləmə və nəzarət. Tələblərin və işlərin statusunun izlənməsi, proqresin yoxlanması, gecikmə və risklərin aşkar edilməsi. Məqsəd də buradadır ki, işlərin plan üzrə getdiyini yoxlamaq, yəni monitoring eləmək. Baxın, biz gəldik, işlədik, bizim işimiz qurtarır bundan sonra da. Yəni dokumentasiyanı yazandan sonra artıq developerdir. Biz hər dəqiqə gedib o dokumentasiyanın üstündə nəsə eləmirik. Yalnız və yalnız o işlədikcə nəsə səhvlər taparsa, əslində olmamalıdır. Mükəmməl dokumentasiya odur ki, siz tələbləri yığdınız, analiz elədiniz, komanda ilə danışdınız, məsləhətləşdiniz, düzəltdiniz korreksiyalarınızı. Ondan sonra verirsiniz işə. İş prosesində heç bir əlavə dokumentasiyaya qeyd çıxmamalıdır ideal bir şəkildə. Yəni əgər çıxarsa bu sizin səhviniz sayılır. İş prosesindən sonra da testdən gedəndən sonra da artıq prodda, yəni işləyən vəziyyətdə müştərinin əlində bug çıxırsa, problem çıxırsa, artıq bu gəlir araşdırılır ki, bu bug niyə çıxdı? IT biznes analitik mi səhv elədi, QA mi səhv elədi, developer mi səhv elədi? Bu aydınlaşdırılır. Dokumentasiya ona görə var ki, siz vaxtında hər şeyi analiz edib yazmısınız, tam bəlkə developer səhv eləyir. Bu dokumentasiyanı alıb oxuyurlar ki, görsünlər səhv hardadır. Nümunə, traceability, BR, FR, user story, test case əlaqəsini qururuq. Monitoringdə user story-nin statusunu istəyirik. Məsələn, traceability termininə nümunə onu deyə bilərik ki, biz BR-larımızı business requirementlərimizi functional requirementlərə bağlayırıq, onu da user story-yə bağlayırıq. Məsələn, nümunə budur. Monitoringdə bizim hansı ki epicimiz, user storiesimiz var ya, onun to do in progress-dan olması monitoringə aid ola bilər. Biz oradan monitoring edirik ki, nə hardadır. Həllin qiymətləndirilməsi dedik. Solution evaluation. Qurulan həllin biznes ehtiyaclarının nə dərəcədə qarşıladığını qiymətləndirmə prosesi. Məsələn, biznes ehtiyacı nə yarana bilər? Kredit tutalım, satışı azalıb. Qurulan həll nədir? Faizi aşağı salaq. Axırda sonra biz onu qiymətləndiririk ki, görək qurulan həll, yəni faizi aşağı salmaq nə dərəcədə kömək elədi biznes problemi həll eləməyə. Necə qiymətləndirilir? Business goalsa uyğunluq, user feedback-i, performance and efficiency, defect bug analizlər. İstifadə olunan metodlar user acceptance testing, KPI metrics, stakeholder feedback. Yəni solution həllin qiymətləndirilməsi axırda istifadəçi qəbulu testindən keçməlidir. Bunu biz və ya PO etməlidir. Biz və PO hər ikimiz də etməliyik. KPI və metriklərin qurulması ki, yəni hansı saniyədə cavab verir, stakeholder feedback-i, geri dönüşü. UAT, user acceptance testing nə deməkdir? Bu tələb olunan bir şeydir. CV-də də bu, sizin CV-nizdə də yer almalıdır ki, yəni user acceptance testingi bacarırsınız. Developmentdən sonra baş verir, yəni production'ın əvvəl olmalıdır. Axırda, yəni QA və s. testini qutarandan sonra bir son dəfədə siz də test eləməlisiniz ki, görün, yazdığınız dokumentasiyadakı tələblər var olan, ortaya çıxan məhsulun üst-üstə düşürmü? Biznes və ya müştərinin testerləri məhsulu tələblərə əsasən yoxlayıb qiymətləndirir. Production'a çıxmadan baqların tapılması üçün son şansdır. Developerlərin və QA-lərin işlək məhsul təqdim etmələrindən əmin olunur. Yəni sonda bir dənə də biz yoxlayırıq ki, görək developer və QA son vaxtda, yəni işlək məhsul təqdim ediblər, yoxsa bizim tələbimizə cavab vermir. Yəni o bizim üçün üstünlükdür ki, son dəfə yoxlayaq, o səhvi tapaq, deyək ki, baxın burada səhv eləmişsiniz. Sonra prodda bug çıxmasın. Bir dənə sual verə bilərəm. Buyurun. Əgər biz dokumentasiyanı hazırladıq, BRD sənədimizi yazdıq, orada bu QA testə də verməliyik də, elə deyil. QA testə də verməliyik. Əgər QA testində nəsə natamamlıq göstərdi, normal yoxlamadı və bu QA-dən uğurlu çıxdı, amma əslində uğursuz qayıtmalıydı cavabı. O halda yenə sonda bizdə mi günah olur, yoxsa bu işin, yəni necə izah edeyim, bu işin o pis tərəfi yenə biz mi oluruq, yoxsa QA mi olur?
Əslində kitab deyir ki, ITBA QA-in testindən sonra da məsuliyyət daşıyır ki, son dəfə məcbur deyil hər flowunu test eləməyə. Bir dəfə testini eləyib cavabını yazmalıdır ki, bu linkini qoymalıdır ki, mən testi elədim bir dəfə öz tələblərinə uyğunluğu. Məsələn, getdi, gördü səhifədə falan şeylər çıxır, oxudu bunun üçün. Əsas olan bu tələblərini bir dəfə yoxlayır. Həmçinin PO da ona məsuliyyət daşıyır. Yəni PO da ITBA-də məsuliyyət daşıyır bu işdə. QA səhv eləyə bilər. Amma axırda gəlib bizim yaxamızdan yapışma ehtimalları çoxdur ki, yaxşı QA səhv eləyib buraxmışdı. Sən son dəfə sən yoxlamalıydın, niyə yoxlamadın? ITBA və PO məsuliyyət daşıyır, son dəfə bir dəfə test eləməlidir. Hə, test eləsə yenə də səhv çıxsa hardasa, amma orada QA-lik olur da. Biz deyirik ki, bizim öhdəmizə düşən bir dəfə normal flowunu test eləməkdir. Onu eləmişəm. Detalları QA test eləyir. Detalda problem çıxıbsa QA-dədir problem. Əsas odur ki, bizdən gəlib yoxlamışdınız. Yəni qlobal belə böyük bir gözə batan bir problem çıxsa, bizdən yapışacaqlar ki, bu gözə batan problemi necə gözdən qaçırtmısınız. Amma xırda detalda nə bilim, düymənin rəngi qırmızı olmalıydı, göy olub. Buna basanda bu çıxmalıydı, çıxmayıb. Məsəl üçün, detal testidir də. O QA məsuliyyət daşıyır ondan. Hə, prosesual nəsə problem olsa, o bizdədir problem. Amma hansısa bir texniki problem isə, o QA-dən yapışırlar. Ay, sağ olun. Baxın, biz böyük bir layihəni işləyəndə biz test case-lər yazırıq ki, ssenari kimi. Daha doğrusu use case-lər yazırıq. Test case-i QA yazır. Use case nədir? Keçəcək indi bunların hamısında. Use case istifadəçi ssenarisidir. Hansı ki biz yazırıq, buradan belə getsə belə bununla qarşılaşacaq, belə getsə bununla qarşılaşacaq. Bu use case'dir. O use case-in əsasında QA bu use case-lərin siyahısını götürür, test case yazır. Yəni yazır, filan tipli müştəriyə 5 manat pul vurulsun və silinmə yoxlanılsın. Bu test case-dir artıq. Datanı da QA tapır, o test case-i də QA yazır. Amma o QA-yə use case-i biz veririk. O bilmir axı hansı tələblər var. Tələblərimizi biz qoyuruq ki, get bu tələblərimi yoxla düzgünlüyünü. O da onun əsasında data tapır, qurur, simulyasiya eləyir pre mühitində, prodda ola biləcək şeyləri. Yəni hər tip müştəri ola bilər də, gecikən müştəri, gecikməyən müştəri, zaminli, zaminsiz və s. Bu kimi halları simulyasiya eləyir. Aydın, başa düşdüm. Çox sağ olun. Sağ olun. Kim UAT testini eləməlidir? Biznes istifadəçiləri, stakeholderlər, bəzən də product owner eləməlidir ki, görək onların istəyi üst-üstə düşürmü? Məqsəd sistemin real ehtiyaclara uyğun olub olmadığını yoxlamaq, bu məhsul istifadə üçün hazırdırmı sualına cavab vermək. Yəni user acceptance testing çox vacib bir məqamdır. Kim UAT-ni hazırlayır? Biznes analitik QA dəstək verir, product owner təsdiq edir. Yazırıq ki, məsəl üçün siyahıda Google Docs açırıq, işləyib qutarmışıq, texniki dokumentasiya vermişik, testdədir. Testdə biz yazırıq ki, məsələn, use case 1, müştərinin borcu olduğu halda borcunun silinə bilməməsi. Tutalım ki, müştərinin bloku var hesabında, silinə bilmir. Bu bir use case-dir. Sonra 2, müştərinin mənfiyə düşür kartı və silinə bilmir, məsəl üçün. Müştəri kartına pul qoyur və silinmə filan cür getməlidir. Bunlar use case-lərdir. BA burada nə eləyir? UAT ssenarilərini hazırlayır. Bu, mən dediyim hər biri bir ssenaridir. Test case-ləri yazır, acceptance kriteriyaya uyğunluğu yoxlayır, biznes ilə koordinasiya eləyir. Biz yazmalıyıq UAT-ni. Yenə deyirəm, çünki biz bilirik tələbləri. Biznes proseslər üçün BPMN diaqramları. Gəldik ITBA-lərin əsas vacib işlərindən biri olan BPMN diaqramlara. Yəni vəziyyət diaqramlarına.
Vəziyyət diaqramları bu BPM-in sözünün mənası odur. Business Process Model and Notation. Bunlar bir neçə yerə bölünür vəziyyət diaqramları. Use case diaqramlar, UML-lər, ER diaqramlar, entity relationship, data flow diaqramlar, system context diaqramlar. Diaqramlar həddindən artıq çoxdur. Amma işimizdə də, intervyu sualında da əsas bu 5 idi. Bizə sual verilənlər. BPM-in diaqramlar nədən başlayır? Yəni, bu biz başlayacaq basic elementlər, yəni sadə elementlərindən və sadə proses axınlarından baxmağa. Deməli, əsas biz başlayırıq birinci paralel və alternativ axınların idarə olunması gatewaylər. Paralel gateway and, xor, or. And nədir? Proses eyni anda bir neçə paralel istiqamətə bölünür və hamısı icra olunur. Exclusive gateway, XOR, şərtə əsasən yalnız bir alternativ yol seçilir və icra olunur. Inclusive gateway, OR, bir və ya bir neçə yol seçilə bilər. Şərtlərə görə bir neçə branch eyni anda aktiv ola bilər. AND-in işarəsi budur. İndi xırda-xırda keçirik, qabaqda böyük şəkli görəcəksiniz ki, necə bunları birləşdirdik. Paralel gateway AND. Romb daxilində üstəgəl işarəsindən olur. Bizə prosesləri paralel göstərməyə imkan verir. Növbəti addımın icra edilməsi üçün bütün paralel təyin edilmiş tasklar bitməlidir. Paralel taskları sinxron şəkildə eyni vaxtda da icra oluna bilər, ayrı-ayrılıqda da. Adlandırma. Adətən adlandırma tətbiq olunur, çünki şərt deyil, hər bir taskı adlandıracağıq. Baxın, belə bir diaqramdır, flowchartdır. B, C, D ayrı bir proseslərdir, E də bir prosesdir. Proses start olub, gəlib bu səhifəyə. Bu səhifədən çıxıb, görürsünüz, paralel göstərmişik. Paralel AND-dir, bu içindəki üstəgəl işarəsi ilə bu romb. Bunda demək istəyirik ki, buradan gələn bunu şərti də ödəməlidir, bu şərti də ödəməlidir, bu şərti də ödəməlidir. Hamısından keçib, axırda birləşib bura gəlməlidir. Baxın, burada da göstəririk. Görürsünüz, belə çəkmişik. Yəni, bunun çəkilmə qaydasını da qabaqda öyrənirik bu günləri. Exclusive gateway, XOR. Belə də ola bilər, belə də ola bilər. Prosesdə bir neçə mümkün yol olur, amma yalnız biri seçilir və icra olunur. Seçim şərtə, conditiona əsaslanır. Bir yol seçildikdən sonra digər alternativlər bloklanır və icra edilmir. Necə işləyir? If-else məntiqi kimi işləyir. Yəni, bu olsa, bu olsun. Sistem verilən şərtləri yoxlayır və uyğun olan tək bir axını davam etdirir. Baxın, XOR. Nə dedik? Start eləyirik. Uğurla satış baş verir. Satış əgər 2000-dən yuxarıdırsa, bu hissə ilə gedir. 50-dən aşağıdırsa, bura ilə gedir. By default işarəsidir, bu xət. Yəni, bu iki şərt ötənməsə, həmişə bu yolu gedəcək. Baxın, bu nə işarəsi oldu? XOR. XOR. Dedik XOR, Exclusive Gateway-dir də. Burada şərtlərdən biri ödənə bilər. Bir neçə şərt var, amma yalnız biri ödənə bilər. İndi bir dənə də Inclusive Gateway-imiz var, OR. Prosesdə bir və ya bir neçə yol eyni anda seçilə bilər. Seçim şərtlərə bağlıdır və bir neçə şərt eyni vaxtda da doğru ola bilər. Seçilən bütün yollar paralel olaraq icra oluna bilər. Necə işləyir? Sistem bütün şərtləri yoxlayır. Doğru olan hər bir şərtə uyğun axın aktiv olur. Nəticəcə bir neçə task icra edilə bilər eyni anda. Baxın. Bu bizim orumuzdur. Or deyir ki, gəldin bura, şərti yoxla. Belədirsə, belə get, belədirsə, belə get, heç biri deyilsə, belə get. Və yaxud hamısını da ödəyə bilər bir şərtin daxilində. İndi deyəcəksiniz ki, XOR-un oradan fərqi nədir? Əsas fərqi bu bir intervyu sualıdır, bunu yadda saxlayın. XOR-da 3 dənə şərtdən yalnız biri ödənə bilər. İkisi eyni anda ödənə bilməz. Nə? Excel-dəki ən doğrusu. Hə. AND nədir? İkisi də ödənməlidir. XOR nədir? Bir neçə şərt
ola bilər, amma biri ödənə bilər. Oradakı bir neçə şərtdir. Hamısı da ödənə bilər, ikisi də ödənə bilər, biri də ödənə bilər. Yadda qaldı bu. Baxın, gəlin mən sizə bunu dövrədə görəcəklər, görəsən. Görüm görürsünüz. Hə, görürəm burada. Lövhəni görə bilirsiniz, onlayn qoşulanlar. Bəli. Bəli, görürük. Hə, indi prezentasiyaya yox, lövhəyə baxın. Baxın, gəldim, tutaq ki, kredit flosudur. Kredit flosudur, kredit verilmə flosudur. Start olur. Burada bir dənə yoxlama qoyuram. And. Bu hansıdır? And-dir, hə, Orxan? Hə, and nə deyir? And nə tələb Hər edir? iki şərt. Deyir, mən Biri düz olmalıdır. nə olmalıdır? Biri düz olmalıdır. Şərtlərin biri Hər ikisi düz olmalıdır. Deyir ki, and, bax bu üstə gəl. Mənim bu qolumda ödəməlidir şərti. Bu qoluma qoymuşam ki, bax bu bura. Əndə də deyək ki, maaşı kimindən yuxarı olsun. Borcu, ümumi borcu da 450 manatdan aşağı olsun. Düzdür? And deyir ki, bunun biri ödəməsə keçməyəcək, error verəcək. Bax, burada error olacaq. And bunu tələb edir. And'in qollar, and, bax, and və paralel gateway. Paralel, 3 dənə adı var. And, paralel, gateway, paralel pass. Bunları əzbərləyin. And. Deyir, tələb eləyir ki, və bu ödənsin mütləq. Yadda qaldı. Bəli, ən asandır. İndi o bir idi. Exclusive gateway, yəni XOR, XOR. X belə də ola bilər, paxlava da ola bilər. İki cür üsuldadır. Adları exclusive gateway, XOR. İkisindən birini eşidəcəksiniz. Yadda qalsın. XOR deyir ki, XOR daha doğrusu. 3 dənə qolum ola bilər. Görürsünüz, and-dən 3 dənə qol çıxarda bilmədim. Amma XOR-dan 3 dənə qol çıxarda bilərəm. And-də 2 dənə ola bilər maksimum. XOR deyir ki, o da by default qoyaq. Deyirəm ki, maaşı kimindən yuxarı olsun. Ya borcu 450-dən aşağı olsun. Ya da ki, bir kartı olmasın. Bir kartı olmasın. X gəldi, proses bura çatdı. Getdi, birinci şərti yoxladı. Maaşı kimindən yuxarıdır, müştəridir. Müştərinin maaşı 1000 manatdır. Bu şərti neynəmir? Ödəmir. Müştərinin borcu 450-dən aşağıdır. Deyil. 500-dür borcu. 450-dən yuxarıdır. Neynəmir? Vermir. Bir kartı olmasın. Bir kartı da
var deyək ki. Görürsünüz, üçün də ödəmədi. Amma bax burada bu işarə var ya, by default. Deyir ki, üçün də ödəməsə, bunu da ödəməsə, həmişə burayla getsin. Əgər biz bunu qoyduqsa, biz onunla razılaşırıq ki, 3 şərtdən üçünü də ödəməsə, burayla həmişə mütləq şəkildə getsin, flow qırılmasın. Hə? Ən axırıncı ilə getsin. Axırıncı yox, bu burada da ola bilər. Bunun önəmi yoxdur. Amma bu By default hara qoyduqsa o by default hə, flow'un içində heç birini ödəməsə, by default hara qoymuşuqsa orayla getməlidir. By default'u mütləq qoyacağıq, yoxsa ola bilər hansısa bir situasiya ki, qoyulmur. Tələbdir o. İstəsək qoya bilərik, istəməsək də qoya bilmərik. Tələbdən asılıdır ki, bizə period gəlib deyəcək ki, flow'da bu olsun, məsəl üçün. Olmasa da, amma filan yerinə keçsin. Proses heç vaxt qırılmasın. Tələbdə biz iclaslarda bunu məsələn, müəyyən burada by edəcəyik. default qoymasaydıq, işləməyəcəkdi bura. Error verəcəkdi, hə. Heç biri, çünki bütün şərtləri heç bir şərt ödəmir. İlk soru başa düşdük. İndi gəl ora baxaq. Or. Oradan da 3 dənə çıxır. Orun fərqi nə idi? Or inclusive gateway. Oradan da məsələn 2000-dən yuxarı olsun maaşı, borcu 500-dən aşağı olsun, bir kartı da olmasın. Olmasın. Bax, 2000-dən yuxarı 5. Deyək ki, Orxan gəlib banka, Orxanın 1500 manat maaşı var, borcu 450-dir, bir kartı da yoxdur. Görsən, həm bunu ödədi, həm bunu ödədi, bunu ödəmədi. Yenə gedəcək? Gedəcək. Bunu qoymağımızın mənası odur ki, demək istəyirik ki, bu müştəri ikisini də ödəyə bilər. Amma ilk soru qoysaydıq, mütləq bu qollardan birini ödəyə bilər. Bir neçədən birini ödəyə bilər. Amma orada bir neçədən birini də ödəyə bilər, ikisini də ödəyə bilər, hamısını da ödəyə bilər. İstəsək burada da by default qoya bilərik. By default'u hər yerdə qoya bilərik. Orada da ilk soru. By default qoysaydı bu by default'la gedəcək, yoxsa fərqi yoxdur? By default'u qoysaydıq şərti oxuyacaq. Orxanı məsələn deyirsən, yoxsa başqa bir şey deyirsən məsəl üçün. Orxanda by default'a ehtiyac yoxdur ki. Orxan ödənir də şərti normal yolu ilə gedir. By default'dur ki, digər şərtlər ödənməyəndə bu şərtdə ödənməsə eyb yox, burayla göndər. Təkcə Orxan dinləndə bir siyahıdır, belə bir şeydə bir dənə by default qoysaq orayla gedəcək. Həmişə hə, ödənməsə belə, buradakı şərt ödənməsə belə həmişə burayla gedəcək. Yəni onu istəyirik. İndi mən Toğrul bəyə sual vermək istəyirəm bununla bağlı. Yəni bunları sizdən soruşum, sonra fasilə eləyib təzədən qoşulaq. Deməli Orxan bəy, dedik nə var? And, sonra Or, XOR, Orxan bəy deyirəm, Toğrul bəy deməli, baxsın. Or. Aha, sonra bir də OR. XOR. And, OR, XOR. Or, XOR. And nə etməlidir? Hər iki ödəməlidir şərti. Bəli. Or nə etməlidir? OR deməli üçündən biri ödənməlidir. 3 şərt, 3 və daha artıq, bir neçə belə yazaq. Bir neçə şərt ola bilər. Orun xüsusiyyətlərini deyirik. Bir neçə şərt ola bilər. Aha. Birini də ödəyə bilər. Bir Hamısını neçəsini da də ödəyə ödəyə. bilər. Hamısını da ödəyə bilər. Hı. XOR nə idi? XOR-da isə deməli 3 dənə şərt olur. Bir neçə şərt ola bilər. Bir neçə şərt ola bilər. Ən sonda by default hansıdırsa Yox. onunla davam eləyir. Yalnız birindən gedə bilər. Orun XOR-dan fərqi oydu ki, bu ikisini də seçib gedə bilər. Amma XOR-un özəlliyi odur ki, birinlə gedə bilər. Aha. By default hamısında. Birinciyə baxır, ödənmirsə keçir ikinciyə. Amma birinci ödəntisi ucu birinci ilə gedir. XOR-la. Hə. Ucu 2-nin okey. olub olmamağına baxmır. Yəni onun üçün önəmli deyil də, şərtlərdən biri ödənirsə keçir gedir. Bu ödənməyəndə düşür bunu yoxlayır. Onu Bura gəl. O da ödənməsə by default nədirsə ondan gedir.
by default ola da ola bilər, olmaya da bilər. Əgər 3 dənə şərtimiz varsa, girir bir-bir üçünü də yoxlayır. Bəlkə by default yoxdur. By default qoysaq Ümumiyyətlə by yoxsa da error verir o zaman. Bəli. Girir üçünü də Aha, yoxlayır. tamam. Nərmin xanım, siz deyə bilərsiniz, orun XOR Öyle. fərqi nədir? And hər iki şərt ödəməlidir mütləq. Aha. Orada deməli bir dənə şərt ola bilər, bir neçə şərt ola bilər, bir və daha çox şərt ola bilər də, yəni 3 dənə də ola bilər, çox da ola bilər. Bəli. Və orada deməli birini də ödəyə bilər, bir neçəsini də ödəyə bilər, hamısını da ödəyə bilər. Bəli, əla. XOR-da isə 3 dənə də şərt ola bilər. 2 və ya ikisini də ödəyə bilər, birini də ödəyə bilər. Yox. XOR-da həmişə birini ödəməlidir. Həmişə birini ödəməlidir. Hə, O- amma oldu. ikisi oradaydı. Sağ olun. X-dır da, Hə, X1. Məhəmməd bəy, siz deyə bilərsiniz and or XOR. Deməli, ənddə 2 şərt ödənilməlidir. Bir neçə şərtdən mütləq ikisi Yox, ödənilməlidir. and-də 2 dənə şərt olur həmişə. Stabil, 2 stabil. şərt. And 2 şərtdən. And-in 2 dənə qolu var, vəsə. 2 şərtdən ikisi də ödənilməlidir. Bəli. XOR-da bir neçə şərtdən yalnız biri ödənilir. Orada isə bir neçə şərtdən biri, ikisi və yaxud üçü də ödənilə bilər. Bəli, əla. Şahla xanım, siz də deyə bilərsiniz. Orun XOR-la fərqini. XOR-da mütləq şəkildə biri ödənilməlidir, amma orada ödənilə bilər, ödənilməyə bilər. Yəni hamısı da, ikisi də biridir. Hə, əla, vəsə. İndi bir dənə çıxaq fasilə eləyək. 10 dəqiqəyə qaydaq. 46-dır da elə bil ki. Tamam da burada olaq. Tamam. Başlayaq onda. Hamı buradadır. Bəli, buradayım. Məhəmməd bəylə Nərmin xanım da gəlsin. Buradayım, üzüldü sayın, gəldim. Bizim gözlərimіз, qonaqlarımız gəlir, buna görə mən biraz narahatım oldu. Hə, vəsə. Az qaldı Gəlirlər. orada qutarırıq, narahat olmayın. Hə, vəsə. Deməli, dedik and, XOR, OR. Gəldik indi swim laneslərə. Yəni hovuzlara. Orada. Bu nə üçündür? Bu hansı rolun nə edəcəyini göstərir. Pul düz bucaqlı formada olur, adətən ayrıcı xəttlə ayrılır. Bir neçə hissəyə ayrıla bilir, hissələr arası ayrıcı xətt olmur. Sequence flow pul sərhədlərindən kənara keçə bilməz. Bir diaqramda bir neçə pul ola bilər. Bu da bu diaqramın bir hissəsidir. Baxın, pul iştirakçıları təmsil edir və kim sualına cavab verir. Yəni o pulda, o hovuzda olur ki, kimin hovuzu nədir də? Yəni bu hovuzun yiyəsi kimdir? Burada ancaq kimlər üzə bilər, belə yadda saxlayın. Yəni kim bu flowunu gedə bilər? Hansı rol sahibi? Məsələn, biz flowunu çəkəndə yazırıq. Deyirik ki, user. Burada qoyuruq məsəl üçün branch manager, filial müdürü. Çəkirik. Biz necə öz prosesimizi diaqramda çəkəcəyik? Deyəcək ki, user prosesi başladır. Gəlir məsəl üçün pin kodu daxil edir. Daxil edən kimi düşür təsdiqə, branch managerə. Təsdiq. Yəni belə təsvir olunur. Çəkilişi belədir ki, yəni kimin nə edəcəyi burada təyin olunur. Bax bu hissədə yazılır ki, kim hansı xanaları görəcək, hansı səhifələri görəcək. Baxın swim laneslərə. Burada nə deyib? Görürsünüz ekranı. Satış, maliyyə, bu da Ambar. hə. Satış, maliyyə, ambar. Deyir,
yoxla sifarişi, göndər. Ondan sonra bax, bu mürəkkəb bir flowdur, axındır, proses diaqramıdır. Görürsüz, satış bir hissəni eləyir. Ondan sonra gedir düşür maliyyəyə. Deyə bilərsiniz, bu nə işarəsidir? And. Deyir ki, mənə gələn bu da, görürsüz, bax, mənə gələn bu da şərti ödəyəndən sonra buraxıram bura. Gəlir buradan. Bu nədir bəs? Bu da şeydir. XOR. Ənddir. XOR. Gəl XOR X-dir. XOR, X. Ay sağ ol. Dedi, hə. Ənd deyir ki, bu da ödənməlidir, bu da ödənməlidir ki, bura getsin. Sonra Əndin bir şərti də ola bilər. Yox, orada parçalanır. bu elə bil ki, birləşməyib də bu ikisidir. Üçü. Üçüncü də var ortada. Present, bir dəqiqə. Üçü var orada. Bu şərt deyil, bu ikisi də əsas şərtdir. Sual burdadır. Bəs ortada gedən nədir? Birləşdirib buna. Ki, yəni bu şərt bunu, bir də bunu ödəsə buradan getsin. Bax, burada sual var. Deyir, includes are, deyir, hər şey daxildir. Məsələn, buradan getsin. Hər sualın, burada hər xəttin öz sualı var. 3 dənə sual çıxıb, məsələn, oradan. Amma ənddən bir dənə sual çıxıb, ikisini də ödəyib. Bu birləşdirmək üçündür ki, prosesə birləşirsin bu hissə. Çünki bunun bu tərəfi də var, axı, buradan da gəlir. Bu qolu da var. Harda birləşib başa düşmürəm. De, bu ənd var, Ənd gəldi bura, düzdür? Dedi ki, bax, bu şərt də ödənib. Buradan da keçəcəksən sən. Bax, belə gedəcəksən. Bax, gəlir bura. Ruçka var burada. Ruçka ilə işarəliyim üstündə. Yox, ehtiyac yoxdur. Hə. Bura da var. Bax, buradan gedir, görsən, gəlir. Bax, burada bitir. Bir dənə də bu da var. Buradan gəlir, bura bitir. Bu, əndin şərti deyil. O nədir? Bu, bunun birləşiyidir də. Yəni, prepare invoice. Yəni, buradan çıxıb bura girəcək bu. Bax, belə gedəcək. O, əndi onda... Yəni, Niyə 3 dənə xətt o çəkirsən? orderində deyirsiniz, hə, ortadakı. Bu prosesin diaqramıdır da. Yəni, birləşib bura ilə gedir. Əndin amma 2 dənə şərt olur. İkisini də ödəyir. Orası mı başa düşdüm? 2 dənə şərti var. Bu prosesi birləşdirmək üçün də əlavədir. Bax, görürsünüz, saf prosesdə içini açıb bunun. İndi qabaqda keçəcəyik, ona aydın olacaq. Deyir ki, belə diaqram çəkmək yanlışdır. Niyə? Çünki bax, qırıq-qırıq xəttlə birləşdirib bunu buna, bax, buradan bura birləşib. Belə bir şey çəkmək olmaz. Axın diaqramları hər hansı bir məntiqi ardıcılıqla irəliləməlidir. Yəni, heç vaxt belə bir şey çəkməyin. Görürsünüz, bunun arasında ara qoyub, bu buna bitişik olmalıdır. Belə bir şey ola bilməz. Axın diaqramı belə olmalıdır. Bunu belə çəkmək olmaz. Baxın, lens adətən şirkət daxilində və ya eyni sistem daxilində müxtəlif kateqoriyalar və ya rolları göstərmək üçün istifadə edilir. Baxın, kitchen'dır, bir də delivery'dir. Mətbəx, məsələn, coffee shop'dur da, bu da çatdırılma. Nə deyir? Deyir, götürüldü sifariş, kofe hazırlandı, çatdırıldı, başladı və bitdi. İçərisində heç bir proses olmayan pul, black box pul adlanır. Adətən kənar proses bizə məlum olmayan və göstərməyə ehtiyac olmayanda istifadə edirik bunu. Mesaj flowları 40-40 xəttdə olur. Eyni pul daxilində olan obyektləri birləşdirə bilməz. Pullar arası iştirakçıların mesaj mübadiləsi üçün istifadə edilir. Bu da mesaj flowsudur. İndi göstərəcəm sizə. Baxın, eventlərə gəlin burada baxaq. Bu start eventidir. Bu end eventidir. Bu terminate end, yəni prosesi sonlandır və qır, sil. Bu da timerdir, yəni 5 dəqiqə cavab vermərsə buranı bağla. Bu eventlərdir. Gəlir indi bura. Yəni end event yoxdursa, proses yoxdur. Yəni belə şey çəkmək olmaz. Başladı sonra, yəni hər bir başlayan prosesin bir bitişi olmalıdır. Burada belə bir delivery çəkmək olmaz, çünki bu bura birləşməlidir. Və
Üçüncü, bunların üçü də birləşməli idi. Yəni belə olmalıdır. Baxın, belə ayrı-ayrı şey çəkmək olmaz. Gəlin praktikada olan errorlara baxaq. Səhvi aradan qaldırmaq üçün ilk iki pulu lane'ə çeviririk. Pool üçün ümumi ad yazırıq. Customer üçün black box istifadə edirik. Pool daxilində end event'i artırırıq və belə fix eləmiş oluruq. Baxın bu cürünə. İndi baxaq, customer pool hissəsinə dəqiq göstərmək istəyirik, düzdür? Prosesin heç vaxt bitməyəcəyini göstərir. Burada biz göstərmişik ki, proses heç vaxt bitmir. Yəni daimi gedir bu belə. Belə bir şey də çəkmək olmaz. Bu qırıq yazılır. Həm də ki, bu bura birləşməlidir. Bu nə demək istəyir burada? Yəni əgər customer'ı bildirmək istəyirsənsə belə çəkə bilərsən. Yəni black box deyirlər buna ki, buna çatdı. Yəni belə bir şey eləmək olmaz. Customer belə işarə elə. Yəni bunun arasında bəs hanı əlaqə? Ki buradan çıxır bura, amma buradan girir belə. Belə şey yoxdur axı. Bu belə olmalı idi. Bunun şeyi yoxdur, hə? P4 Bu güya çəkib ki, bura gəlir. Bu belə gəlməli deyil. Buradan bura çıxa bilməz heç nə. Deməli, best practice-lə sizə göstəririk necə olar eləmək. Baxın, qırıq-qırıq xəttlər arasında, yəni mübadilələr gedəcəksə, əgər belə ayrılmaq məcburiyyətində qalacaqsa, onu qırıq-qırıq xəttlə belə göstərməliyik. Yəni, və axınla olmalıdır. Görürsünüz, burada necə göstərilib. Gəldi, çatdı, buradan çıxır, bura girir və sonlanır. Burada başlayır, burada bitir. Daha sonra məsələn buradan çıxır, bura daxil olur. Yəni pullar arasında əlaqə qırıq-qırıq xəttlə göstərilir. Yəni düz xətti belə çəkmək olmaz. Deməli, subproseslərin tipləri dairəvi və düzbucaqlı üstürəgəl işarəsindən olur. Subproseslər nəyə görə lazımdır? Bir prosesin daxilində gördünüz o kvadratları çox uzatmamaq üçün bir dənə subproses kimi yazıb qıraqda subprosesin içini açırıq. Yəni bu onun üçün lazımdır. Və bu göstərdiyimiz işarə onu göstərir ki, istifadəçi biz məsəl üçün proses gedir, interfeys görürük də. Onun bir dənə arxası da var da. O arxada göstərir ki, məsəl üçün bu sən tutalım yemək sifarişi səhifəsindəsənsə, burada belə bir göstərir də məsəl üçün. Bu deyir ki, burada aktivdədir. Yəni arxada siz bu prosesi belə görüb support olursunuz. Yenidən istifadə olunacaq proseslər üçün göstərilir. Bu proseslər layından kənarda da baş verə bilər. Başqa komanda tərəfindən subproses daxilində mürəkkəb proseslər olanda istifadə edilir. Baxın, bu nədir? Vaultdur, düzdür. Giririk Gloria cinsindən Coffee zakaz edirik. Neyinirik? Bura search-də Gloria yazırıq. Gəlin, indi biz bu prosesi işləyək. Flowsunu çəkək. Orada çəkim ki, sizə şey olsun. Baxmaq rahat olsun, lövhədən görünməyəcək. Yox. Dedik, nə var? Start event, düzdür. İkinci nə səhifəsi idi burada? Oy, niyə belə oldu? Hə, neyinirik? Kofe sifariş eləyirik, düzdür. Gəlin bura qoyaq. Pulumuzu, birinci pul qoyuruq da. Axtarıq buradan pul. Müştəri yazırıq bura. Hamı qulaq asır bura. Buradadır da hamımız, düzdür. Görmürəm sizi. Hə. Məhəmməd bəy, Şəlalə xanım, Nərmi xanım, buradasınız? Bəli, eşidirəm. Müştəri. Bu da olsun. Satıcı. Gloria yazaq da. Mağaza. Bilmədim, ora nə yazım. Deməli, müştəri start eləyir prosesi. Sonra nə etməlidir? Kofe sifariş verməlidir. Yox, ora qədər Hardan sifariş verəcəyini tapmalı. axtarış Adını edir. yazmalıdır. Axtarış edir. Axtarış edəndən sonra nə edirdi ikinci səhifədə? Bax, bu axtarış edir, budur.
Sonra Məhsulu axtarır. Məhsulu seçir. daxil olur mağazanın içinə. Düşməli aşağı. Niyə? Hələ ki Mağazaya deyil. yox, o onun üçün deyil. O burada kim nəyi icarə eləyəcək odur. Mağazaya bizə nə vaxt düşəcəyik? Sifarişi götürəndə. Sifarişi mağaza götürəcək, onu da göstərəcək. Yox, bax bu swim lane var kim nəyi görür onun üçündür. Bu mağaza hələ o maraqlı deyil, görmür onu. Birinci hovuz Voltun özüdür, ikinci hovuz mağazadır. Düzdür? Birinci hovuz Voltun müştəri görən hissəsidir. İkinci hovuz Voltun mağazanın gördüyü hissəsidir. Hə. İkisi də Voltdur, hamı Volt. Mağazanı seçir. Ya da kod. Seçim edir yazaq. Tıklayır da ora. Sonra nə edir? Əmri verir, sifarişi verir. Add order. Sifariş ver. Sifariş edir. Sonra düzəldərik. Sonra nə edir? Ödəmə hissəsi. Uzadım. Hə. Sonra son ödəniş edir. Düzdür? Daha doğrusu ödəniş eləmir. Yerini seçirik, sonra ödəniş axırdadır. Çatdırılma ünvanını seçir. Konunun avtomatik vermir. Ünvanı təsdiqləmək lazım olur hər dəfə deyəsən. Çatdırma ünvanını seçir. Yazaq da bir dənə də. Sonra ödəniş metodunu seçir, düzdür? Ödəniş üçün metod seçir. Sonra nə edir? Ödənişi təsdiq edir. Ödənişi təsdiq edir. Uca gəlir, düşür təsdiq edəndən sonra hara? Mağazaya. Sağ olun. Sifariş qəbul edilir. Sifariş birinci görünür, sonra qəbul edilir. Sonra sifariş qəbul edilir. Sifariş qəbul edilir. Sonra sifariş hazırlanır. Çölə bu. Aşağı da demək olar, elə Belə də getmək olar. Aşağıda sifariş hazırlanır. Çatdırılma üçün kuryerə verilir. Kuryerə təhvil verilir. Sonra çatdırılır. Çatdırılmanı qeyd edirik, yoxsa o Volta aid deyil, axı mağazaya aid deyil artıq. O kuryerə verdiyi işi bitir də. Hə, gələcək müştəri biz belə bitirəcəyik prosesi. Biraz yəni göstərim bunu burasını düzəldim. Nəmin xan, bayaqlar o and, XOR falan var, onların buna aidiyyəti yoxdur da, yəni. Yox, var, indi onlar da elə. Biz hələ düzgün flowunu gedirik, heç bir Hə, error bu yoxdur. güzel. Hə? Bir dənə kuryeri kullansa bilər. Ola bilər. Müştəri sifarişi qəbul edir. Qəbul edir. Proses nə edir? Bitir. Və end eventini tapaq. End. Olsun endimiz. Bu düzgün flow'ydu da. İndi biz burada şərtlər qoyacaq. Conditionlar. And or XOR conditionlardır. Şərtlər. Şərtsiz bir proses olmur. Həmişə bir şərt istənilir. Bitdi. İndi gəldik məsələn nə endlər ola bilər. Axtarış edir, seçim edir, sifariş edir, çatdıracaq ünvanı seçir. Və bura nə şərt qoya bilərik? Mağaza açıqdırmı? Nədir ya? Yox, ünvandayıq. Mağaza, daha doğrusu gəlin or seçək də, hələ ki orla gedək.
Honorarı belədir. Gateway. Mağazanın işləmə saatı. Hə, birinci gedib yoxlayır ki, mağaza açıqdır. Hə, paxlava. Bu nə idi? XOR. Şərtlərdən ancaq biri ödənməlidir, düzdür? Bura bunu qoyuruq. Daha doğrusu burada yox. Burada qoyaq, bir dənə də bura qoyaq. Ctrl C, sifariş seçim edir. Ctrl V. Bura yazırıq ki, şərt kimi. Mağaza text yuxarısına yazaq. Mağaza açıqdır. Açıq olsa, açıq, hə, bax, açıqdır, hə. Bəs bağlı olsa nə edir? Digər seçim. Digər mağazin seçin. Başqa mağazaya yönəl. Təzdən qayıdır Başqa yer. burada, elə bil ki. Seçim yerinə bir Yenə dəfə. axtarışa qayıdırdı onda. Sağ olun. Bir dənə gözlüyüm, düzəldim. Xeyr, bağlıdır. Göndərir təzədən ki, get seçim elə. Sifariş edir, çatdıracaq ünvanı seçir. Tutalım, yazaq bura, ünvana çatdırılma varmı həmin yerdə? Ya özü götürəcək, ya da kuryerlə gəlsin. Elə eləmək var. Hə, ünvana çatdırılma varmı? Varmı? Varsa əlavə eləyir. Niyə belə olur? Hə. Yox, biz onu hara qoymaq olar? Hə olsa, çatdırılacaq ünvandan qabağa qoyardıq. Həni seçəndən sonra ünvanı yaza bilərdi, düz deyil? Çatdıracaq ünvanı seçdi. Sifarişdən. Hə. Bəlkə mən istədim deyim ki, güya bunun məsələn zabratda qalır, tutaq ki də, ora yoxdur çatdırma, qoy. Gəlin onu buradan silək. Ctrl X. Bunu silək. Bunu silək. Bunu bura biraz sıxışdıraq. Bir dənə. Bunlar informatikadan alqoritm adıcılığında istifadə düz deyil? Bəli. Budur. Odur. Onun bir üst versiyasıdır. Ünvana çatdır. Nə dedik? Ünvana çatdırılma varmı? Varmı? Var, hə olanda ünvanı seçir, olmayanda özü götürür. Varmı? Həni qoyuruq oxun yanına. Olmayanda nə edir? Təzədən qayıdır seçmə var. Əgər zabratda qalırsa, Yox. Özü götürür Özü ünvanı. götürür də. mən bu dəqiqə zabratdayım. Baxın, bu zabrata çatdırma yoxdur. Yox, zabratı unut. Misal üçün deyirəm də, elə zabratla gedir. Yox, zabratla getsəydik bu burada olmalı idi. Bunu bura gətirdiksə, take-away ilə özü götürürməyi arasında. Yəni, xam özü götürürsə, onda proses burada qurtarır, hə? Burada bitir. İndi yox, gedəcək indi ödəniş eləməyə. Özü götürür, seçir, seçim Aha. eləyir də. Bu təzədəndən gəlir, bax buraya birləşir. Aha. Hə, yox. Çünki bunun axınına getməlidir də. Yəni heç nə yarımçıq qala bilməz ortada. Düz. Ödənişə gedəcək. Özü götürməni seçib ödənişə gedəcək. Sonra niyə elib? İndi nə, hara nə şərt qoya bilər? Məhəmməd bəy, Toğrul bəy, bir də Şəlalə xanım, siz deyin. Burada nə şərt qoya bilərik? Nə seçim arasında qala bilər? Yox, məncə də onda ora əlavə edir, üçüncü şərt qoyaq. Nə qoyaq? Məsələn, digər yerə gedib təzədən başqa yerə ki, ora çatdıracaq bir mağaza seçə bilər. Prosesi niyə belə bu qədər qəlizləşdirirsən? Bizim işimiz avtomatlaşdırıb asanlaşdırmaqdır prosesi. Nə qədər asan, o qədər yaxşı. Yəni çox mürəkkəbliyə qaçma heç vaxt. Ödəniş Hə. Və baxın, təsdiqində Məhəmməd bəy, balansda Toğrul pulun bəy. olub olmaması. nə?
Pulun, ödəniş üçün metod seçir, düzdür? Balansda kifayət qədər məbləğ varmı? Ödəniş Və yaxud da kəş, veya nəticəli ödəniş seçimi. Onda birinci girək, nağd və ya kart. təsdiqli ödəyiş. Kart. Əgər deyək ki, nağddırsa, Yerində ödəniş. çubuqlarım əyildi. Nağddırsa, ödənişi təsdiq edir, davam edir. Məncə kartda təsdiq edir. Niyə? Hamısını təsdiqlədi. Hamısını axırda bura birləşdirəcəm onsuz da. Kart olsa neynəsin? Kart olsa kart balans məlumatları. yoxlansın. Balansı yoxlansın. Balansın yoxlanması. Oradan da turu qayıtsa, o da birləşsin ödənişə. Hər iki halda False təsdiqlənir. qayıtsa. False qayıtsa, Ay, nə oldu? ümumiyyətlə proses dayanır da. Hə. Şey olur, prosesi bitirək gəlin biz. Bu niyə bura yerləşmir? Balansı bəyən sayt yoxlayır ki, yoxsa özü bankdan ödəniş keçmir yazır. Sayt gedirik, balansı yoxlayır, çek eləyir. Boltla bank arasındakı API-də Bəli, yoxdur. bəli. Ona sorğu göndərir, o qəbul etmir, onda geri qaytar ki, ödəniş keçmir. Bəli. Hə, balansı yoxladıq. Burada da bir dənə şərt qoyuruq onda. Hə, Məhəmməd bəy? Kifayətsə təsdiq edir. Ay, Məhəmməd bəy. Bəli, bəli. Nə qoya bilərik bura şərt? Balansın yoxlanmasına Hə. Pul var, yoxdur. yoxdursa error verir, qayıdır sifarişin əvvəlinə. Var olsa təsdiqə gələcək. Bax, biz bunu Yoxdursa birləşdirəcəyik. təzdən ödəniş üçün metoda qayıda bilər. Hə. Düzdür, çox gözəl vurğuladınız. Başqa kart seç, yəni nə bilim, təzdən nəqd seç. Balansın yoxlanması. Kifayət qədər məbləğ yoxdur. Məbləğ yoxdur. Məbləğ var. Niyə belə əyri oldu? Gözləyin, indi hamısını daxilə salacağım burada. Belə olmaz eləmək. Niyə belə eləyir? Bunları bir-bir aşağı çəkmək lazımdır. Biz burada o bayaq dediyim yenə orada işləmişəm. Özü götürür, iki yerə bölüb, özü götürür və ya digər mağazaya yönləndirə bilərik də. Digər mağaza nə deməkdir? Seçdi, tutaq ki, nə bilim, Kofemania. Kofemania o əraziyə çatdıra bilməyəcəksə. Başqa mağaza. Konkret olaraq yerini deyin və demək istədiyiniz şərti deyin orada floda. Mən belə başa düşə bilmirəm sizi. Orada xeyir vermişik sifarişi. Bir dəqiqə gözləyin, bunu düzəldim, gəlirəm sizə. Hə, harda? Ünvana çatdırılma var. Bəli, çatdırılacaq ünvanı seçir. Xeyir, ya özü götürür, ya da həmin mağazadan qayıdır başqa mağaza seçir. Özü götürür. Onda 3 dənə şərt olmalıdır. Hadi.
ünvana Yox, çatdırılma xeyrin var. özün də ikisini iki yerə ayırır. Hə, onda belə. Özü götürəsi məsələ olsa, Volta artıq nə ehtiyac var? İndi gedər mağazadan götürər də. Voltda da özü göstərən olur. Sifariş Bəzən evdən düşür elə bir yaxın. gözləmir də. Evi yaxında evdən sifariş verir, sonra gəlir evə. Xeyri də iki yerə bölürük. Şərtimiz nədir? Başqa mağazaya yönəlir. Məntiqi nədir başqa mağaza yönəlməyinin? Nəyə başa düşə bilmirəm. Baxın, mən yaşadığım ərazidə mən bir dənə kofe sifariş vermək istəyirəm. Yaşadığım ərazidən uzaqdır, sonra Volt çatdırmayacaq. Özüm də gedib götürmürəm. Seçib gedirəm başqa kofe shop seçirəm. Qayıdıram qabağa. Hə. Şərt nədir? Ünvana çatdırılma varmı? Hə, xeyr. Xeyr özü iki yerə özü götürür və ya digər mağazaya yönəlir. Xeyrin özünü iki yerə ayırır. O seçim məncə bu birinci hissədə seçim edirik var. Məncə bu şərt ora uyğun gəlir ki, məsələn, mağazanı seçəndə mağaza çünki Bizə biz əvvəldən ünvana çatdırılmanı səhv. Voltda məncə ünvanı qabaqcadan qeyd edirik, ev məsəl üçün qeyd edirik. O özü bizə məsləhət görür ki, məsələn, Zabrat Mehdəvat ərazisinə hansı Ay, sağ olun. mağazalar çatdıra bilir. Onsuz da filtr Öz hə, bax burada restoranlar. axtarışda qoyuruq o filtri ki, lap birinci əvvəldən işləyir ki, mən axtarışı işə salanda mənə Daha yaxın ərazi. daha Zaten yaxın Volt'un application-ı mənə yaxın və əlçatan yerləri mənə məsləhət görür. İçəri şəhərdə olan hansısa bir restoran mənə məsləhət Yəni o çox görmür. koddur da, elə bil o filtr şərt deyil də, yəni o bir şərtə daxil edilmir. O filtrdir uje, özün filtrləyib seçə bilərsən. O flow-da ancaq prosesin axını görsənməlidir də, yəni hansı steplərdən keçdiyi. Sırf o qıraqdakı detallar uje kodda yazılır. O şərtlər. Və ya burada qeyd kimi yazırıq. Axtarışda falan şeylər, servislər işləyəcək. Bax burada servis request kimi görsənir. Mən sizə şəklini göstərim. Xanım da servis request. Və belə göstərir məsələn servis ki, məsələn cavab verdi. Bax bu UI-da görsənməyən bir şeydir. Amma arxada işləyir. Sonra bura Şəlalə xanım və Məhəmməd bəy siz də deyin, nə əlavə eləyə bilərik şərt kimi? Sifarişi qəbul edəndən sonra nə baş verə bilər? Məhəmməd bəy və Şəlalə xanım. Sifarişi verəndən sonra məsələn rating məsələn 5 ulduzdan seçə bilərik də Yox, biz sifarişi qəbul eləmişik uje. Oraları keçmişik seçimləri. Uje mağazaya gəlib mənim məsələn McDonald's zakaz eləmişəm, gəlib düşüb mağazaya, McDonald's-a. Ölçüsünü seçə bilərik, ölçü. Yox, mağaza sifarişi qəbul eləyib uje. Hər şey seçilib Böyle göndərilib. eləmişik biz. Hər şey eləmişik də, buradayıq. Onda yəqin ki, şərtə ehtiyac qalmaz da. Var. Məsələn, mağazada ola bilər nəsə qurtarıb da, yoxdur. Sifarişi bax görünür. Bax görünürlə qəbul edir, qəbul eləməyəcək də hələ. Stokda varmı məsəl üçün? Varmı? Varsa qəbul eləyir. Yoxdursa nə edir? Yoxdursa məndə məsələn Müştəriyə təklif edir. olmuş ki, başqa bir Qayıdır təzədən təklif. müştəriyə. Orada biz bir dənə də belə başqa bir xana qoymalıyıq, indi onun yerini tapacağam. Ki harasa qayıda bilək. Sifariş yerinə qayıdıb. O da Sifariş çox edir. baş olur elə. Hə, bura. Sifariş edir yerinə qayıdacağıq. Error xeyr. Amma Nərmin xanım, müştəri artıq ödəniş eləyir. Onda yəqin reverse olur da Hə, müştəri. hə. Hesab. Sifariş görünür. Bunlar məsələn burada da yazırıq ki, qayıdır özünə də. Bir dənə də məsələn Reverse olur. Hə, xəttin üstünə yazmaq olar elə bir şey. Yox, belə bundan qoymaq lazımdır.
servis dedim ha, arkada işləyən bir şey. Ödəniş geri Ne? qaytarılır. Aha. Bunu UI-da görmür. Bax, UI-da gördüyümüz user task'ın işarəsi başqa cürdür. User task, command, hamısının özünün işarəsi var burada. Bax, görürsüz burada user task'dır. Bu, yəni müştəri görür. Baxırsınız? Aha. Aha. Müştəri görür. Amma servis task odur ki, müştərinin üzünə görünmür o. Müştəri görünür, axı pulu hara nətər qayıtdı. Və bu servis taskdır. Taskların növlərində keçəcəyik. Hələ ki üstdən keçirik. Bu məntiqini başa düşürük. Detallı girəcəyik indi içinə gələn dərs. Sonra Şəlalə xanım, bir dənə siz də deyin, siz demədiniz şərt. Şəlalə xanım. Buradasınız? Nəsə problemi var yəqin. Kim demək istəyin Orxan bəy? Bura nə qoymaq olar? Burada kuryerdən əlavə o özü götürür də bura nə tərsi bağlaya bilərik. Sifarişi Müştərinin özünə hazırlanır. birbaşa təqdim edir. Hə, bura qoyuruq ki, Oradan gərək əlaqəni gətirək, məsələn. deyib burada Özü yoxlayacağıq. Yəni qoyacağıq onda. Nəyi məsəl üçün dedi, başa düşmədim. Deyir ki, sifariş hazırlanandan sonra bir dənə də bizdə şərt var, axı özü götürür yoxsa kuryerə verir. Kuryerə təhvil verirsə, burdadır. Özü götürəcəksə indi birləşdirəcəyik onu başqa yerə. Bu belə uğraşmalı şeydir, ha, buna öyrəşin. Bu diaqramı çəkmək. Sifariş hazırlanır. Nədir bu? Özü götürəcək. Çatdırmaq kimdir? Kimə satır? Yox, özü götürəcək. Xeyr. Bəli olanda neynəsin? Gəlsin oradakı özü götürə birləşdirək. Təzə bir şey açaq. Var idi orada özü götür. Hanı? Heç nə də özü götürən Nərmin xanım. Birbaşa deyir müştəri sifarişi qəbul edir varaq da gəlib götürür. Vəsiyo. Ondan sonra niyə Son, satır? Nərmin xanım düz dedi. Vəsiyo oradan qurtarır da daha proses. Gəlib götürür. Onun da bir endi var. Onun endi buradadır. Nərmin xanım bu oxlar belə əyrəndə olmaz hə dedi. Düz olmalıdır. Düz, qəşəng səliqəli. Gətirib endə birləşdirək. Bunda öz endlər bir neçədən ola bilər amma. Bəs buradakı özü götürür, niyə birləşdirir? O özü götürür user task'dır. User task başqa şeydir. O başqa şeydir. Səsin gedir. Yavaş danış. Ortalayadım. Yox, bilirəm ki, mən bunları çəkəndə hövsələdən çıxarım. Örgəşənə qədərdir. Örgəşənə tık 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 gedəcək. Burada çətindir. Bunun başqa application. Common-da BPM-im var. Common-da. Common-da bir onu bilirəm ki. Konkret rəsm xətt dərsidir. Biraz hə. Bunun adı nə idi Allah Common-da? Şəlalə xanım, bizi eşidirsiniz? Mənə cavab verməyəndə pis oluram siz. Nərmin xanım, bir də biz siz nə edərik? Sonra baxaq görək. Mən bir qarışdırdım. Burada xor hansıdır, or hansıdır? Onları müqayisə edək də. İndi Yox, yox, nə var? burada bizdə xor yoxdur. İstəsək qoya bilərik. Bizdə burada nə oldu? Və Ancaq şey oldu. İkisindən bir xor. Ancaq o xor, hə, xor oldu. İkisindən biri ödənməli məcburiyyətinə qoyduq da elə bil ki. Hə, və olmadı, ənd də olmadı. Ət də olmalıdır, yox. Dəbə bu yaxşıdır, bununla eləyin. O qaradır.
Hələ ki buna tapşırıq vermirəm sizə. Gəlib dərsə baxarsınız. Çünki köhnədən tapşırıq borclarınız var mənə. Bunu da versəm daha aləm dəyəcək bir-birinə. Hə, versəz də qayıdacaqsınız, qalan yeməyəcək. Hə? Nə deyirsiniz Axan? Yox, bazar günü. İndi yazacağam qrupa. Sınaq nə idi? Praktiki dərs bazar günü. Deyə bu qəşəngdir, ağdır. Xoşunuza gəlir Toğrul bəy? Əslində o birisi mənim xoşuma gəldi, Nərmin xanım, qara olan. Bu da var. Rəngin ağlı, qaralığı bir problem yoxdur, amma çox hövsələ tələb edir. Onu ora gətir, qoy, nə bilim, oradan onu xətti. Oxlar belə söz. Hansısa bir AI proqram var, komandaları verəsən özü çıxsa, yaza, poza, tənbəl fəndi. Farəd. Amma düz eləmir də. Oy. Səsim yox verir. Niyə belə oldu? 1, 2. Kimsə 2 yerdə atır. Mən yox. Necə? Bir dənə hamı bağlayır. Səsi? Aha. 1, 2, 3, hə, vəsə, özümə qayıdır səsim. Hə, deməli, burada var AI proqramları, AI-in plusunda var. Amma ki, o bizim qədər mükəmməl ağzına gələn çəkib verəcək. Yəni, o bilmir axı, o... Öyrəşəcəksiniz də, hələ birinci dəfə görmüsünüz. Birinci dəfə kimin görür? Mən də birinci dəfə görəndə əlim əsirdi. Çətinliyinə sonra tak öyrəndim. İndi də səhv eləyirəm. Səhvdə girmir, sonra Və ona Nərmin xanım, hə, buyurun. Sizdə bankda istifadə edirsiniz buna? Əlbəttə. Bütün dokumentasiyalarda bu olur. Hər bir bankda, hər IT BA harda işləyir, bunu eləməlidir. Bu onun əsas alətidir. Bir dənə aləti var. Kod yazmır, bir şey eləmir. Deyir hövsələ tələb eləmir. Orxan bəy. Oy. Mən 3 səhifəlik kod yazaram, amma bunu eləmərəm. Yaxşı Çox hövsələ tələb edən şeydir. O da bizdə yox. Mən SQL-də oturub 3 səhifə kod yazmağı bundan daha rahat bilirəm. Görürsünüz, özü avtomatik bayaq dedim, 40 fərq. Onu elədi. Siz buradan istifadə edirsiniz. Nədir bunun adı? Bağlayın da. Amunda. Hə, atacağım sizə. Əgər ki, baxarsınız dərsə, bugünlük dərsimiz bu qədər. Kimsə sualı varsa desin, yekunlaşdıraq. Bazar günü olacaq tapşırığı yazacağam. Gələrsiniz ona baxarıq. Hərə bir bazar günü belə eləyəcəyik də. Bir baxarıq tapşırıqlara. Hamınız özünüz təqdim eləyərsiniz öz tapşırıqlarınızı da. Mən göstərməyəcəm. Hərə çıxacaq lövhədə özü təqdim eləyəcək. Oturacaq yerindən onun fərqi yoxdur. Yəni özü tapşırığı haqqında danışacaq, görək nə yaratmısınız. Sonra o stakeholder var idi. Keçən dəfə Nərgiz xanım yazmışdı. Onu da eləyəcəksiniz, o cədvəli. Bir də BRD, FRD-ni də yazarsınız, çatdıra bilsəz bazar günə qədər. Bu üçünü də istəyəcəm sizdən bazar günü. Ki, yekunlaşdıraq, təzə həftədən buna başlayaq işləməyə. Okey. Sağ olun. Sualınız var? Yox, keçən sürə var. Sağ olun, xeyrə qarşı. Sağ olun.